Müdür vakansiyası yoxdur sizdə? Belə işçilər idarə edin də. Abed şirkət tərəfindən verilir də. Abeddən sonra yatmaq da olur. Gündə neçə dəfə abed verirsiniz? Əslində işləmək üçün gəlmişəm, amma nə bilim, bu xanım da bizlə işləyir. Salam. İş neçədə başlayır? Mən 9-15 dəqiqə qalmış buradayam. Bir də ki, xadimə buraları hər gün təmizləyir də. Çünki mənim otağım tərtəmiz olmalıdır. Mən gedim sonra gələrəm. Maaş nə qədərdir ki? Siz özünüz çoxdan burada işləyirsiniz? Əslində mənim özümün biznesim zadım var. Prosto ki, belə başımı qatmaq üçün gəldim ki, görüm nə iş gücü var burada. Mənim maaşımı vaxtında verirsiniz. Mən kredit ödəyirəm 6 yerə. Özdə 18.00-da iş bitdisə, mən 18.01-də burada yoxam. Başa düşdü ya, indi fix maaşsa. Biraz nəsə artıq bir şey yoxdur burada. Gəlir falan var. Nəsə ümid verirsiniz ki, gələcəkdə buradan qalxacaqsan bura. Mən başa düşmürəm. Hara gedirəm deyirlər ki, iş yoxdur. Niyə mənə gələndə iş tapılmır? Çox şey də istəmirəm. Ay 3000 manat istəyirəm. 3000 manat nə maaşdır ki, vermirlər mənə? Nə baxsa nə? İşləməyə gəlməmişəm mən bura. Lazım gəlsə səni də alaram, şirkəti də alaram. Dur oradan, vəbşə mənim yerimdə ora.